Günas TV-nin məlumatına görə, İran hakimiyyətinə bağlı bir mollanın gecə saatlarında keçirilən tərəfdar toplantısında Müctəbə Xamneyiyə hücumla bağlı iddia səsləndirilib və deyilib. Rəhbərin iqamətgahı hədəfə alındıqdan sonra Müctəbə Xamneyini daşıyan təcili yardım maşını o düşdükdən sonra vurulub və daha sonra yerləşdirildiyi xəstəxana da hədəfə alınıb. Bu rəvayətə əsasən Müctəbə Xamneyi 2 mərhələdə hücuma məruz qalıb. Bu iddialar isə indiyənədək heç bir müstəqil mənbə tərəfindən təsdiqlənməyib. Eyni zamanda bu iddia edilən hadisələrdən həftələr keçməsinə baxmayaraq, Müctəbə Xamneyiyə aid nə şəkil, nə video, nə də rəsmi səs yazısı yayımlanıb və mediada səsləndirilən bütün fikirlər yalnız ona aid olduğu iddia edilən açıqlamalar kimi təqdim olunur. Bu vəziyyətin davam etməsi və şəffaflığın olmaması onun real durumu ilə bağlı qeyri-müəyyənliyi daha da artırır və yayılan rəvayətlər ilə təsdiqlənən məlumatlar arasındakı fərqi bir daha önə çıxarır.